Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal Fehinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğın söndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış bir nəfər xilas olunub. Yanğının qonşu evlərə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadrat metr olan bir mərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kvadrat metr sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib.